Salam, hər vaxtınız xeyir olsun gözəl izləyicilərim. Kanalıma xoş gəldiniz. Bu gün də sizlərlə meyvə quruları və çərəzdən hazırladığım çox ləzzətli, yumşaq bulka dadında şirniyyat resepti bölüşürəm. Reseptə keçməzdən öncə sizlərdən xahişim olacaq. Videolarımın davamı üçün kanalıma dəstək olun. Saniyənizi ayırıb abunə ol sözünə toxunaraq kanala abunə olub izlədiyiniz videonu bəyənin. Keçək hazırlanmasına. Qaba ilik halda olan 1 dolu stəkan süd əlavə edirəm. Üzərinə dolu olmayan 1 silə yemək qaşığı quru maya, çay qaşığının ucunda duz, yarım stəkan şəkər tozu, 1 paçka vanil əlavə edib əvvəlcə bunları qarışdırıram. Qarışımın üzərinə 1 ədəd yumurta, 80 qram ərinmiş yağ əlavə edirəm. Biraz daha qarışdırıram. Daha sonra ərzaqların üzərinə ələnmiş 4 stəkan un əlavə edirəm. Əvvəlcə unun 2 stəkanını əlavə edirəm. Qeyd edim ki, unu az-az hissə-hissə əlavə edin. Unun növündən asılı olaraq miqdarı sizdə 2-3 yemək qaşığı dəyişə bilər. Ümumilikdə 4 stəkan istifadə etdim. Biraz qarışdırdıqdan sonra unun yerdə qalan hissəsini də əlavə edib xəmir yoğururam. Ələ yapışmayan yumşaq xəmir alındı. Xəmirin üzərini örtüb 1 saat qədəri acıması üçün gözlədirəm. Əvvəlcədən yuyub qurutduğum meyvə quruları və qoz ləpəsini xırda-xırda gördüyünüz şəkildə doğrayıram. Xəmirin içərisinə vuracağım içlik, meyvə quruları və qoz ləpəsi artıq hazırdır. Xəmir də acıdır. Əvvəlcə biraz mayasını alıram, daha sonra dəzgahın üzərinə un sərpirəm və kündəni yayıram. Yaydığım kündənin üzərinə yarım yemək qaşığı qədəri yumşalmış yağ çəkirəm. Hər tərəfinə belə yağı çəkdikdən sonra üzərinə 2 yemək qaşığı şəkər tozu əlavə edirəm. Şəkər tozunu da hər tərəfinə səpdikdən sonra quru meyvələri başlayıram tökməyə içərisinə. Quru meyvələri də hər tərəfinə tökdükdən sonra belə başlayıram rulet formasında bükməyə. Bükən zaman mümkün qədər sıx bükün. Əziz izləyicilərim, ərzaqların miqdarını videonun açıqlama bölümündə qeyd etmişəm. Resepti oradan baxaraq hazırlaya bilərsiniz. Rulet formasında bükdükdən sonra belə birləşən hissəsini bişən zaman açılmasın deyə kipləşdirirəm. Belə əlimlə də forma verdim. Daha sonra tən ortadan 2 hissəyə bölürəm. Böldüyüm hissəni gül formasında bükməyə başlayıram. Uc hissəsini əvvəlcə kipləşdirirəm yenə. Bişən zaman açılmasın, forması itməsin deyə. Gül formasında bükürəm. Gördüyünüz şəkildə. Daha sonra yağlı kağız sərdiyim qabın içərisinə yerləşdirirəm xəmiri. Xəmirin üzərinə belə gəlib yerləşdirdim. Üzərinə örtüb 30-35 dəqiqə qədər gözlədirəm.
Daha sonra üzərinə 1 ədəd yumurta sarısı, 1 yemək qaşığı süd əlavə edirəm. Şotka vasitəsilə hər tərəfinə xəmirin çəkirəm. Qeyd edim ki, bişən zaman sobanın istilik dərəcəsini yüksək etməyin. Üzəri tez qızarıb, içərisi xəmir qalmasın deyə. 120 dərəcə istilikdə bişirdim mən. 35-40 dəqiqə ərzində bişir, hazır olur. Bişib hazır olduqdan sonra üzərinə 2 çay qaşığı mürəbbə suyu və ya baldan istifadə edə bilərsiniz. Üzərinə 1 çay qaşığı adi su tökürsüz. Həll edib şərbət formasında belə piroqun üzərinə çəkə bilərsiniz. Üzəri daha parlaq, daha gözəl olsun deyə. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək diləyilə. Sağlıqlı qalın.